Ata uşağın xarici dünya ilə ilk təmasıdır. Onun vasitəsilə biz etibar, qəbul olunma, təhlükəsizlik və ana mühitinin kənarlarında yönəlmə, sərhəd və qanada qoymanı öyrənirik. Ata bunları vermədikdə bir boşluq yaranır və bu boşluq yetkin həyatın bütün sahələrinə yayılır. Böyüyə, oxuya, uğur qazana, ailə qura bilərsiniz, amma müəyyən bir səviyyədə yenə də sizi təsdiqləyən, afərin deyən, səni görürəm deyən o baxışı hər zaman axtaracaqsınız. Amma həmin baxış gəlməyəcək. Uşaq kimi davrandıqda isə uşaq kimi nəticələrinizdə olacaq. Beyin ağrıdan qorunmaq üçün bizə sosial maskalar taxacaq. Birincisi, əbədi nailiyyətçi maskası. Uğur qazanmanın arxasınca qaçır, uğur qazanır, amma boşluq yaranır və dolmur. İkincisi, köməkçi xilaskar. Xeyir deyə bilmir, hər kəsə qəyyumluq edir, problemləri həll edir ki, onu sevsinlər. Üçüncüsü isə sakit üsyankar. Pasiv-aqressivləşir, mən heç kəs lazım deyil deyir, ideal cəmiyyət, din, qrup axtarır. Lakin ideal cəmiyyət yoxdur, ideal dünya yoxdur. Siz belə düşünməyə davam etsəniz, uşaq pozisiyasında qalacaqsınız. Böyüyə bilməyəcəksiniz. Əgər siz özünüzdə bu tendensiyaları hiss edirsinizsə, özünüzdə ata travmasının olduğunu hiss edirsinizsə, sizi mental böyümə proqramıma dəvət edirəm. Şuuraltı terapiyalar vasitəsilə atanızla, ananızla olan problemləri birlikdə çox rahatlıqla çözəcəyik və böyüdüyünüz üçün həyatınızda da böyük uğurlar qazanacaq və ən önəmlisi daxili huzurunuz nəhayət yaranacaq.